8-ci siniflər arasında bilik yarışımızın sonuncu nümayəndələri Zeynəb və Xavər arasında olan yarışı davam edirik. Qalib gələn yarım finala çıxmış olur. Coğrafi biliklərin atması xəritəsinin inkişafına necə təsir etdi? Kartografiya elmi yeni mərhələyə keçdi. Atlaslar, xəritələr hazırlandı və A2-lər azaldı. Qəbul. Divergent sərhədlərdə hansı proses baş verir? Litosfer tavalarının kənarlaşması. Alp-Himalay qurşağı necə yaranır? İki materik litosfer tavasının toqquşması nəticəsində. Litosfer tavalarının qalınlığı harada daha çoxdur? Yer səthi necə hissələrində litosfer tavalarının qalınlığı daha çoxdur? Okeanlarda nazikdir. Dağlarda, materiklər doğusunun dağlarında daha qalındır. Okean və materik litosfer arasında fərq nədir? Materiklərdə daha qalın olur, 780 km, okeanlarda 5-10 km. Materiklər 3 qatdan ibarət olur. Çəkmə qranit bazalt, okeanlarda isə sadəcə çəkmə və qranit bazalt. Qırışıqlıq nədir? Dağlarda yaranan yer səthində qırışıq dağlar Kopernikin ideyaları coğrafiya elminə necə təsir göstərmişdir? O, coğrafiyanı riyazi elmə sevilmişdir. Əgər onun tədqiqatları olmasaydı, bilim niyə dəyişdiyini, zaman necə dəyişdiyini, keçdiyini müəyyən edə bilmərik. Zəlzələlər əsasən harada baş verir? Litosfer tavalarının bir-birinə aralarının daha yaxınlaşdığı yerlər lazımdır. Tornado nəyə deyilir? Topa yağış buludlarının yerə doğru hərəkət edən nəhəng və sürətli hava buludlarıdır. Dünyada ən çox yağıntı düşən ərazi haradır? Buludların yer səthinə daha yaxın olduğu ərazilərdə Konkret məntəqəniz bilən olurdu. Deyir ki, ən çox yağış haraya? Qlenlandiya. Çerapınca. Atlantik okean hansı proses nəticəsində genişlənir? Tavaların bir-birindən kənarlaşması nəticəsində genişlənir, qırılma və çatlama yaranır. Beləliklə də maqma yer səthinə doğru qalxaraq sahə genişlənir. Litosfer tavaları nə üzərində düşür? Materiklərdə litosferin qalınlığı neçə kilometrdir? 200-250. Sakit okean sahəsinin azalmasının səbəbi nə idi? Litosfer tavalarının bir-birindən uzaqlaşması nəticəsində materikin yer səthinə Uzaqlaşan mexanik olaraq da yaxınlaşması yaxınlaşması nəticəsində. Okeanla materik toqquşlar zaman okean daxil olur materikin altına. Qəbul edirəm. Konvergent sərhədlərdə hansı relyef formaları yaranır? Litosfer tavalarının yaxınlaşması ilə çökəkliklər, dağlar, ada qövsləri, vulkanik qövslər yaranır. Şarqlı tektonik hərəkət nədir? Litosfer tavalarının yuxarı aşağı Olmadı. Bir dəqiqə. 3, 6, 8. Sonuncu iki sualımız. Herald Mercator'un atlaslarının əhəmiyyəti nədir? Atlaslar olmasaydı, böyük coğrafi kəşflər dövründə dəniz səyahətləri daha tədqiqat və qeyri-zəif olar. Əhali coğrafiyası nəyi tədqiq edir və onun əhəmiyyəti nədən ibarətdir? Əhalinin sayını, sıxlığını göstərir. Azərbaycanda yağıntılar qeyri-bərabər paylanır. Buna səbəb olan amillər var, relyef formaları, Xəzər dənizinə olan yaxınlıq, yamacların istiqaməti, hakim hava axınları. Aferin. Ağdakı nə deməkdir? İnsan ağı deməyə yerdir. Aferin qızlar. Çox qəşəng hazırlaşmışsınız. Zeynəb, Talab, Səmə 10-a 10. Xavər çox kiçik bir balla geri qalmış oldu. 8 bal. Yenə də təşəkkür edirəm. 8 nəfər coğrafiyadan bilik yarışının iştirakçılarından 4 qruplaşmamız var idi və bu 4 qruplaşmamız sona çatdı. Birinci qruplaşmadan Nurxan qalib gəldi.
İkinci qruplaşmada Adəm, üçüncü qruplaşmada Yusif, dördüncü qruplaşmada isə Zeynəb qalib gəldi. İndi isə bu 4 nəfər arasında qruplaşmalar aparırıq ki, yarım finala, sonra isə final mərhələsi olacaq. Deməli, püşkümüzü atdıq. Bu ikisi olsun bir qruplaşmamız. Bu ikisi də bir qruplaşma. Püşlərimizi atdıq və nəticə olaraq Nurxanla Yusif bir yarışacaqdır. Adəmlə Zeynəb isə bir yarışacaq.